Səfəvilər dövləti. Deməli, Səfəvilər dövləti haqqında Şah İsmayıl Xətayev və oğlu 1-ci Təhmasib haqqında danışaq. Səfəvilər dövləti 1501-ci ildə Şərur döyüşünün nəticəsində yarandı. Yəni, Ağqoyunların 1-ci qolu süqut etdi. 1503-cü il Alma bulağı döyüşü ilə Ağqoyunlu dövlətinin 2-ci qolu süqut etdi. 1510-cu ilə qədər Səfəvilər Dağıstan, Dərbənd bölgəsi və Amudəliyadan Fərata qədər əraziləri işğal etdilər. 1510-cu il Mərv döyüşündə Səfəvilər Şeybanilərə qalib gələrək Xorasana sahib olub, geniş ərazili imperiyaya çevrilir. Amudəliya torpaqlarından ərazilər, deməli Amudəliya qədər ərazilər işğal edilmişdir. Həmin dövrdə Səfəvi-Osmanlı münasibətlərinin pisləşməsi səbəbləri var idi. Səfəvilərin dövlətini Şərqi Anadoluda genişləndirməsi ərazisini, Osmanlıların Azərbaycana keçən ticarət yolunu ələ keçirmək istəməyi Səfəvi-Osmanlı münasibətlərini pisləşdirmişdir. Ümumiyyətlə, Səfəvilər dövləti teokratik dövlət, yəni dini dövlət olmuşdur. 1-ci Səlim və Şah İsmayıl Xətayev hər ikisi Avropa ölkələrindən əlaqə yaradırlar. Təbii ki, bir-birlərinə qarşı. Venesiya ilə, Macaristandan və s. Hətta Şah İsmayıl Xətayev 1510-cu ildə Portuqallarla əlaqə yaradır ki, odlu silah əldə etmək üçün Portuqallar bunun müqabilində gəlib İran körfəzində məskunlaşırlar, heç bir yardımda etmirlər. Bu da Şah İsmayıl Xətayevin 100 illik səhvi kimi qeyd olunmuşdur. Deməli, 1514-cü ildən 55-ə qədər Səfəvi-Osmanlı müharibəsinin birinci mərhələsi olur. Müharibə Çaldıran vuruşması ilə başladı. Osmanlılar Səfəvilərə qalib gəlirlər, Cənub-Şərqi Anadolu torpaqlarını tuturlar. Lakin 1-ci Səlim İsmailin taktikasından qorxur və Osmanlı əsgərləri arasında etirazlara görə geri çəkilmək məcburiyyətində qalır. 24-cü ildə Şah İsmayıl Xətayev vəfat edir. 24-dən 76-ya qədər Səfəvi şahı olur 1-ci Təhmasib. 1-ci Təhmasib hakimiyyətə gəlir, feodalları məğlubiyyətə uğradır. 34-cü ildə özbəşlərlə mübarizə aparmışdır. Həmin dövrdə Osmanlı Sultanı Sultan Süleyman Qanuni 4 dəfə Azərbaycan torpaqlarına yürüş edir. 1534, 35, 48, 54-cü illərdə. İlk 3 yürüşdə Təbrizə, 4-cü yürüşdə Naxçıvana daxil olur. Lakin hər dəfə 1-ci Təhmasib Osmanlı qoşununa qarşı yandırılmış torpaq taktikası tətbiq etmişdir. Hətta 3-cü yürüşə təhrik edən 1-ci Təhmasibin qardaşı Şirvan bəylərbəyisi Əlqas Mirzə olmuşdur. Hətta 1-ci Təhmasib 1554-cü il Uğur döyüşündə Osmanlılara qalib gəlir və Səfəvi-Osmanlı müharibəsi 1555-ci ildə Amasya müqaviləsi ilə başa çatır. Şərqi Gürcüstan, Azərbaycan torpaqları Səfəvilərə, Qərbi Gürcüstan, Ərəb torpaqları isə Osmanlılara çatmışdır. 1-ci Təhmasib 1538-ci ildə Şirvanşahlar dövlətini süquta uğradır. Sonuncu Şirvanşah hökmdarı şahlıq olmuşdur və qardaşı Əlqas Mirzəni Şirvan bəylərbəyisi təyin etmişdir. Həmin Əlqas Mirzə sonra öz qardaşına qarşı Osmanlılarla birlikdə mübarizə aparmışdır. 1551-ci ildə Şəki hakiminin süqutu ilə Səfəvilər mərkəzləşmiş Azərbaycan dövlətinə çevrilmişdir. Sonuncu Şəki hakimi Dərviş Məhəmməd olmuş, Şəkinin Qızılbaş hakimi isə Toyğun bəy Qacar olmuşdur. Danışaq Səfəvi dövlətin idarəçiliyi. Dövləti idarə edən şah, ikinci şəxs vəkil, şahın müavini sayılırdı. Əmr Əliməri Ali Başkomandan, sədr dini idarələrə nəzarət edən, maliyyə işlərinə baxan isə vəzir idi. Dövlət inzibati cəhətdən bəylərbəyliyinə bölünmüş, Şirvan, Qarabağ, Təbriz, Çuxursəd bəylərbəyliyi olmuşdur. Şirvanın mərkəzi Şamaxı, Qarabağ-ki Gəncə, Təbriz-ki Təbriz, Çuxursədki isə İrəvan olmuşdur. Bəylərbəylər də bölünürdü mahallara. Mahalların naiblər idarə etmişdir. 17-ci əsrdə isə qolbəy idarə etmişdir. Mahallar kəndlərə bölünmüş, kəndləri kəndxuda və yüzbaşı idarə etmiş. Şəhəri kələntər idarə etmiş, asayiş qoruyucusu, indiki polis funksiyasını isə darğalar yerinə yetirmişdilər. Deməli, Səfəvi qoşunu Çəlik adlanmış, Çəlikin başçısı Qorçubaşı adlanırdı. Səfəvilərdə xan, ali hərbi inzibati mövqeyi tutan şəxslər xan adlanırdı. 1-ci Təhmasib, Şah İsmayıl Xətayev və Səfəvi idarəçiliyi haqqında bu qədər. Sağ olun.